Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə mühüm dəyişikliklər planlaşdırılır. Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində Brutto müqavilə modelinin mərhələli keçid nəzərdə tutulur. Yeni modelin tətbiqinin ictimai nəqliyyatın idarə olunmasına, xidmət keyfiyyətinə və sərnişin daşımalarının təşkilinə necə təsir edəcəyi isə maraq doğuran əsas məsələlərdən biridir. Mövzu ilə bağlı missiyada danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, Brutto müqavilə modelinin sərnişinlərlə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə bu model daşıyıcı şirkətlərlə sifarişçi qurum arasında bağlanan müqavilə əsasında fəaliyyət göstərir. Ekspert qeyd edib ki, əvvəlki sistemdə daşıyıcılar sərnişinlərdən topladıqları vəsait hesabına xərclərini qarşılayır və qazanc əldə edirdilər. Yeni modeldə isə sifarişçi qurum daşıyıcılara qət etdikləri kilometraja uyğun ödəniş edəcək. Burada əsas məqsəd odur ki, bir çox məqamlarda, məsələn, elə reys marşrutlar var ki, ora daşıyıcılar maraqlı deyirlər getməyə. Orada həm sərnişin azdır, həm məsafə uzaqdır, həm yollar pisdir. Ona görə onlarda sərfəli deyil orada işləmək. Amma orada getmək lazımdır, oradakı sərnişinlə getmək lazımdır. Brutto müqaviləsi olduğu zaman isə onlar artıq kilometrajdan pul qazandıqlarına görə o yerlərə onlar maraqları var ki, getsinlər. Yəni hara gəldi gedəcəklər. Yasin Mustafayevin sözlərinə görə bu halda daşıyıcılar üçün əsas məqsəd sərnişinlərdən nə qədər vəsait toplamaq deyil, daha çox marşrut üzrə hərəkət edərək kilometraj toplamaq olacaq. Bu isə ümumilikdə sərnişin daşımalarının daha geniş şəkildə təmin edilməsinə və sistemin stimullaşdırılmasına səbəb ola bilər. Neftçilərdən minirsən, gedib Azadlıq metrosuna düşürsən, orada da eyni qiyməti verirsən. Bir Astanovkaya gedirəm, bir dayanacaq gedirəm, neftçilərdən Qaraqarayevə gedirəm, həmin qiyməti verirəm. Bunu şəxsən mən bir vətəndaş kimi alqışlayıram. Çox gecikən bir qanun da olsa, bu tətbiq olunsa çox gözəl olar, çox yaxşı olar. Türkiyədə yaşamışam. Türkiyədə bu çoxdan bunu 2 il bundan qabaq görmüşdüm. Türkiyədə olduğuna görə çox yaxşı idi. Məsələn, metroya minirsən, məsafəyə görə ödəniş eləyirsən, ödəniş eləyəndən sonra çıxırsan, təzədən həmən şeydə aparatlar vardı. Aparatlarda kartı yaxınlaşdırırsan, məsafəyə görə sənə təzədən pulunu qaytarırlar. Çox gözəl sistemdir, məncə çox gözəldir. İnsanların rifahı üçün çox yaxşıdır. Sağ olsunlar, bunu yaradırlar. Mustağa gedirəm. Gəh 60 qəpik çıxırlar, gəh 70 qəpik çıxırlar. Bilmirlər nə qədər deyirəm. Gəh 60 qəpikdir, yox 70 qəpikdir. Artıq məsafəyə görə, gedəcəyiniz məsafəyə görə təyin olunacaq gediş haqqı. Belə yaxşı. Yaxşı edirəm ki, kim indi qabaqda düşür, az versin. Kimi uzaqda düşür, onu. Məsafəyə görə ödəniş. Valla belə götürəndə eləməliyik də məsafəyə görə. Məsələn, 214 ilə Ramana qəsəbəsinə gedəndə haradasa deyəsən 65 qəpikdir. Yəni o 5 qəpiyi biz ödəməliyik. Artıq məsafə qət eləyiriksə onu ödəməliyik. Keçmişdə var idi, daimi bilet var idi. O biletdən bir avtobusdan, bir nəqliyyat vasitəsindən 10 dəfə də istifadə eləmək olardı. Amma indi o qayıdıb olsaydı yaxşı olar. Yaxşı olar mən biləndə. Hər gedişə Qastanovkaya görə münasib olar hər şey. Qeyd edək ki, Brutto müqavilə modeli tətbiq edildikdən sonra sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə pulsuz transfer imkanı yaradılacaq. Bundan əlavə tələbələr, müharibə veteranları və digər həssas sosial qruplar üçün güzəştli bilet paketlərinin tətbiqi də planlaşdırılır. Seyrani Quliyeva, Çingiz Abdullayev, Missiya TV.